Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'il vel murselin. Nebina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekat değerli Müslümanlar. Allah'ın izniyle Əhl-i Sünnətin, yəni sələfin qatında iman və Murciəyə Rəddiyə adlı silsilə dərslərimiz inşallah ki, davam edir. Keçən dərs müqəddimədə ümumən dərslərimizin mövzusu barədə ümumi olaraq danışdıq. Bugün inşallah Allah nəsib eləyərsə ikinci dərsimizlə inşallah ki, sizlər üçün, ümmət üçün və həmçinin özümüz üçün faydalı olmağa çalışacağıq Allahın izni ilə. Bugünkü dərsimizə Allah Əzə və Cəllənin cənnətlə müjdələdiyi 10 səhabədən birisi olan, cənnətin də özü üçün darıxdığı səhabə Əli radiyallahu sözü ilə başlamaq istəyirəm. Deyir ki, Əli, Allah ondan razı olsun, haqqı tanı, haqq əhlinin kim olduğunu biləcəksən. Haqqı tanı, haqq əhlinin də kim olduğunu biləcəksən. Rasulullah sallallahu aleyhi və səlləmin evində böyüyən, İslamı və əxlaqı ondan öyrənən biri nə gözəl nəsihətçidir. Bizlər batil etiqadlardan, batil firqələrdən danışmazdan əvvəl inşallah ilk dərslərimizdə haqqı öyrənəcəyik. Haqqı bildikdən sonra haqqa müxalif olanın batil olduğunu anlamaq hər bir ağıl sahibi üçün çox asandır. Əgər deyilsə ki, bəs haqqı necə biləcəyik? Haqqın ölçüsü nədir? Bil ki, haqqın ölçüsü Allah Azə və Cəllənin kitabı, Rasulullah sallallahu aleyhi və səlləmin səhih sünnəti və bu ümmətin böyüklərinin icmasıdır. Çünki insanlar fərqli olduqları üçün onların ağılları da fərqlidir. Və belə olduqda hərə hədisi və ayəti öz ağlına görə yozarsa, o zaman da fərqli-fərqli, müxtəlif dinlər meydana gələr. Halbuki bu din nəsildən nəsilə xeyirli nəsillərin sözlərində, onların yazılarında və onların tətbiqatında qorunaraq nəsildən nəsilə ötürülmüşdür. İbrahim Ən-Nəxai rahimehullah deyir ki, əgər dəstəmazda səhabənin əllərini biləklərə qədər yuduqlarını görmüş olsaydım, əllərin dirsəklərə qədər yuyulması haqqındakı ayəti oxuduğum halda yenə biləklərə qədər yuyardım. Çünki deyir, onlar sünnəti tərk etməklə əsla ittiham edilə bilməzlər. Onlar elm sahibləridir və Allah Teala'nın yaratdıqları arasında Rasulullah sallallahu aleyhi və səlləmə tabi olmağa ən həris insanlar idi. Onlar haqqında bu düşüncəyə ancaq dini xüsusunda özündən şübhə edilən birisi sahib ola bilər. İbrahim Ən-Nəxainin sözü burada bitir. Həmçinin İbn Əbdülbər Əl-İstisqar kitabında deyir ki, səhabənin icması onlardan sonrakıların üzərində hüccətdir. Yəni səhabə, Allah onların hər birisindən razı olsun, əgər bir məsələdə icma eləyibsə, onlardan gələn bütün insanlar üçün ta qiyamət gününə qədər səhabənin icma etdiyi məsələ onlar üçün bir hüccətdir. Hətta diqqət edin, görün, mütəqaddim alimlər bu məsələyə necə ciddi yanaşıblar. İmam Malik rahimehullahdan Ömər bin Xattabın sözünü tərk edib, İbrahim Ən-Nəxainin sözü ilə əməl edən insan haqqında soruşulur. Demək ki, bir məsələ haqqında iki görüş gətirilir. Biri Ömər bin Xattab, Allah ondan razı olsun, onun sözüdür. Digəri də İbrahim Ən-Nəxai, tabiinin sözüdür. Və bu barədə soruşurlar İmam Malikdən ki, əgər biri Ömərin sözünü götürməyib, İbrahim Ən-Nəxainin görüşü ilə əməl etsə, İmam Malik rahimehullah deyir ki, o kəsin tövbəyə çağırılması gərəkir. Kim idi İbrahim Ən-Nəxai? Tabiinin alimlərindən. Hansı ki, o səhabələrdən dərs alan birisidir. Əgər onunla müqayisədə məsələ bu cürdürsə, bəs digər alim adlandırılanların sözləri səhabənin önünə keçirildiyi zaman o halda necə olardı? O halda İmam Malik görəsən nə deyərdi, nəyə dəvət eləyərdi? Bu haqda deyilənləri istənilən qədər uzatmaq mümkündür. Və İslamın böyük alimlərinin hər birinə görə haqqın ölçüsü Quran-ı Kərimin səhih naslarıdır. Sonra səhih hədislər, sonra səhabənin sözləri, ardınca tabinlərin və daha sonra ətbə tabinlərin sözləridir. Bundan sonra artıq bunları bildinizsə,
Keçək əsas məsələyə. Yəni əsas məsələmiz, əsas dərsimizin bugünkü mövzusu sələfin qatında iman nədir? Müxaliflərin çox vaxt sözün lüğət mənasını gətirərək avamın başını qarışdırmaları yeni hilələrdən deyil. Ta keçmiş zamanlardan bu yana davam eləyən onların bir sünnəsidir. Bu səbəblə də tağut mövzusunda olduğu kimi bu məsələdə də əvvəlcə imanın lüğət mənasına baxacağıq inşallah. Lüğətdə imana fərqli mənalar verilmiş olsa da, bu mənaların ən məşhurları iman təsdiqdir və yaxud da iman iqrardır, yəni qəbuldur şəklində verilən mənalardır. Əzhəri rahiməhullah Təhsibul lüğədə belə deyir. Deyir ki, istər lüğətçilər olsun, istər başqaları olsun, bütün elm əhli imanın mənasının təsdiq olduğu xüsusunda ittifaq ediblər. Və dəlil olaraq da Yusuf surəsinin 17-ci ayətini zikr edir. Yusuf surəsinin 17-ci ayətində Yusuf aleyhissalamın qardaşları, ataları Yaqub aleyhissalama müraciətlə belə deyirlər. وَمَا أَنْتَ يُؤْمِنُ لَنَا وَلَوْ كُنَّ صَادِقِينَ Tərcüməsində deyir ki, biz doğru danışsaq da, sən bizə iman edən deyilsən. Yəni, bizi təsdiq edən, bizi doğrulayan deyilsən. Buradakı yu'minu sözü, yəni hərfi tərcümə olaraq iman edən deyilsən sözü, tərcümə olaraq təsdiq edən, doğrulayan olaraq tərcümə edilir. Və deyir ki, İmam Əsər rahiməhullah, müfəssirlər buradakı iman edən deyilsən sözünün təsdiq edən, doğrulayan mənasına gəldiyi xüsusunda heç bir ixtilaf etməyiblər. Həmçinin elm əhlindən İbn Battah rahiməhullah Əl-İbanətil Suğrada deyir ki, iman mənası təsdiq olan bir isimdir. Və həmçinin az əvvəl zikr etdiyim ayəti də dəlil olaraq orada zikr edir. Bu zikr etdiyimiz mənalar imanın lüğətdəki mənasıdır. Və bəzi firqələrin iman məsələsində sapmalarının səbəbi də bu sözün sadəcə lüğət mənasının zahirini əsas alıb, imanın sadəcə təsdiqdən ibarət olduğunu zənn etmələridir. Necə ki, kimisi deyir ki, iman sadəcə qəlbdə təsdiq etməkdir. Və yaxud da bir digərləri deyir ki, iman qəlbdə təsdiq etmək, yəni qəlbdə bilmək və həmçinin bunu dillə iqrar etməkdən ibarətdir. Əbu İsmail Əl-Haravi Əl-Ənsari rahiməhullah deyir ki, iman tamamilə təsdiqdir. Və baxın, görün ki, təsdiqin nə olduğunu necə açıqlayır. Deyir ki, qəlb Rasulların gətirdiyini təsdiq eləyər. Yəni, insan qəlbi ilə tövhidi qəbul edər. Dil qəlbdə olanı təsdiq edər. Yəni, az əvvəl dediyimiz kimi, qəlbdə insan tövhidi qəbul etdi. İkinci mərhələdə nə olur? Şəhadət kəlməsini dilə gətirməklə qəlbdə olanın, yəni qəlbdə olan imanını izhar edir insan. Və davamında deyir ki, əməl sözü təsdiq edər. Və bu da iman etmiş olduğunun möhrüdür sanki. Yəni namaz qılmaqla, digər fərz olan əməlləri əda etməklə insan sözünü təsdiqlədiyini göstərər. Və davam edir ki, deyir, necə ki, əməli sözünü təsdiq etdi deyilir. Həmçinin Nəbi sallallahu aleyhi və səlləmin sözü də bu mənadadır. İki göz zina edər, onların zinası baxmaqdır. İki qulaq zina edər, onların zinası dinləməkdir. Əl zina edər, onun zinası tutmaqdır. Ayaq zina edər, onun zinası getməkdir. Qəlb istək duyar və arzulayar. Fərc də bunu ya təsdiq edər, ya da yalanlayar. Demək ki, təsdiq həm xəbər xüsusunda, həm də istək, yəni iradə xüsusunda istifadə edilir. Yenə davamında deyir ki, bu halda təsdiq iki şeylə tamamlanır. Birincisi, həmin şeyin doğruluğuna inanılması. İkincisi isə qəlbin sevgisi və təslimiyyətidir. Bu səbəblə Allah Teala İbrahim aleyhissalama, yəni oğlunu kəsməsi haqqında gördüyü yuxunu qəsd eləyərək, deyir ki, ey İbrahim, yuxunu təsdiq etdin. Halbuki İbrahim aleyhissalam yuxusunun doğruluğuna onu ilk gördüyü andan etibarən inanırdı. Çünki İbrahim aleyhissalam da çox yaxşı bilirdi ki, nəbilərin gördüyü yuxular vəhidir. Lakin yuxusunda əmr edilən şeyi, yəni Allah ondan oğlu İsmaili qurban etməsin yuxusunda əmr etmişdi. Yuxusunda əmr ediləni yerinə yetirdikdən sonra Allah Əzzə və Cəllə onu təsdiq edən olaraq adlandırdı.
Yəni əməlin yerinə yetirəndən sonra sadəcə ona inanmaq, onu təsdiq edən, onu doğrulayan olaraq adlandırılmasına kifayət etmirdi. Demək ki, əməl etmədən insan təsdiq etmiş sayılmır. Yəni dəyərli müsəlmanlar, əslində hər şey çox açıqdır. Təsdiq həm qəlblə, həm dillə, həm də əməllərlə birlikdə olarsa təsdiq olur. Yəni imanın mənası olan təsdiq və ya qəbul bu üçünün cəminə deyilir. Bir şeyə Peyğəmbər sallallahu əleyhi və səlləm hansı mənada o sözü işlətdiyin, nəyi qəsd etdiyin biliriksə və ayətin təfsirinin nə olduğunu biliriksə, artıq qrammatikada bu sözün mənası budur. Dilçilər bu sözə bu mənanı verib, yəni bu məsələlərin üzərində düşünmək və danışmaq həqiqətən yersiz bir şeydir. Əgər yaşadığımız şey şəriətdirsə, şəriət qoyan bu şəriəti insanlara izah etmək üçün nəbi göndərmişdir. Və o nəbi bir şeyi izah edibsə, o nəbi bir şeyi qəsd edibsə, artıq ondan o tərəfinə baxmaq, yəni başqa bir şəriət axtarmaqdır. Allah Rasulü sallallahu əleyhi və səlləmdən gələnləri, onun təfsirini, onun izahlarını səhabədən yaxşı kim bilə bilər? Əlbəttə ki, heç kim bilə bilməz. Səhabədən sonra da bu işdən ən alim olanlar tabiinlərdir. Niyə? Çünki onlar elmi səhabədən öyrəndilər. Allah onlardan razı olsun. Onlardan sonra isə ətbə-u tabiinlər gəlir, hansı ki, əvvəlki dərsdə dediyimiz kimi Allah Rasulunun təriflədiyi 3 nəsildən üçüncüsüdür. Hər kim də qiyamətə qədər mirası, yəni bu din mirasını bu nəsillərin xeyirlərindən alaraq davam eləyərsə, Allahın izni ilə xeyir üzərə olacaqlar. Hər kim də öz fəhmini, öz fikrini, krallarını razı salmaq üçün çalışan müasirlərin fikrini, onların sözlərinin önünə keçirərsə, vay olsun onların halına ki, vay. Necə də haqdan üz döndərirlər. Rabi bin Ənəs rəvayət edib deyir ki, Ənəs bin Malikin belə dediyini eşitdim. Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu. Dünyadan şirk qoşmadan, ixlasla Allaha ibadət edib, namazla və zəkat verməklə ayrılan kəs, Allahın ondan razı olduğu bir şəkildə ayrılmış olar. Və davam edərək Ənəs deyir ki, bu ixtilaflar yayılmamışdan əvvəl Peyğəmbərlərin göndərildiyi görüşlərin və Rəblərindən təbliğ etdikləri dinin özüdür. Yəni bu yuxarıda zikr etdiyi Ənəs bin Malikin sözləri haqqında deyir ki, bu sözlər yəni nəyi bildirir? İxtilaflar ortaya çıxmamışdan qabaq Peyğəmbərlər bununla göndərilmişdir. Və Rəblərindən təbliğ etdikləri də din budur. Sadəcə insanlar ixtilaflarla bu dini qəlizləşdiriblər. Bunun təsdiqi Allah Əzə və Cəllənin kitabındadır və son nazil olan ayətlərdəndir deyə davam edir. Və əgər tövbə etsələr, yəni bütləri və onlara ibadəti söküb atsalar, namaz qılıb zəkatı versələr, yollarından çəkilin deyib Tövbə surəsi 11-ci ayətini zikr edir. Və bir başqa rəvayətdə isə bu ayəti oxumuşdur. Tövbə etsələr, namaz qılıb zəkatı versələr, o halda dində qardaşlarınızdır. Deməli, insanın müsəlman olması üçün və yaxud da müsəlmanlara qardaş ola bilməsi üçün Allahın kitabı olan Qurani Kərim sadəcə tövbə etməyi, sadəcə dillə şəhadəti gətirməyi, qəbul etməyi və yaxud da sözlə bunu təsdiq etməyə kifayət görmür. İman söz və əməl olduğu üçün həm dillə tövbə etmək və həmçinin də namaz qılıb zəkatı vermək də mütləqdir. Yəni əməllə təslimiyyəti göstərmədən insanın imanı keçərli olmaz. Lələkai Şərh-i Usul-i İtiqadi Əhl-i-Sünnə vəl-Cəmaə kitabında deyir ki, həmçinin Rasulullah sallallahu aleyhi və səlləmin bədəvi ilə olan hədisi. Hansı ki, həmin hədisdə bədəvi Allah Rasulü sallallahu aleyhi və səlləmdən İslam nədir deyə soruşur. Rasulullah sallallahu aleyhi və səlləm də ona namaz qılmağın, zəkat verməyin və Ramazan orucunu tutmağındır deyə izah edir. Və Lələkai kitabında deyir ki, Rasulullah ona əməlləri saydıqdan sonra dedi ki, bunları etsən, iman etmiş olarsan. Demək ki, nə etsə insan iman etmiş olur. Şəhadəti qəbul etdikdən sonra namaz qılıb, zəkat verib, Ramazan orucunu tutarsa, Allah Rasulü onu iman etmiş olaraq isimləndirir. Bu da göstərir ki, bu əməllərin hamısını yerinə yetirərsə iman etmiş olar. Və İmam Lələkai davamında deyir ki, səhabələrdən
daha əvvəl də namaz imandandır bölümündə adlarını zikr etdiyimiz Ömər, Əli, Muaz, Abdullah ibn Məsud, İbn Abbas, Əbu Dərda və Cabir bin Abdullah da, Allah onların hər birisinə razı olsun, bu görüşü dilə gətiriblər. Və həmçinin Lələkai kitabında İbn Abbasın tələbəsi, tabinlərin alimi Mücahid Rahiməhullahdan nəql edir ki, deyir ki, İmam Mücahid, iman artır və azalır və iman söz və əməldir. İmam Mücahidlə yanaşı digər tabinlərdən Həsən el-Basri, Ömər ibn Abdüləziz, Zeyd bin Əsləm, Vəhb ibn Münebbih və bir çox digərləri iman söz və əməldir deyiblər. Və bura qədər zikr etdiklərimiz Qurandakı bəzi ayətlər, Peyğəmbərdən hədis, səhabə və tabinlərdən zikr etdik ki, onlar iman dedikdə, təsdiq dedikdə nəyi qəsd ediblər? Səhabə və tabindən sonra yenə nəzər salaq görək ki, əhl-i sünnətin onlardan sonraki böyük alimləri iman dedikdə, təsdiq dedikdə bunu necə izah ediblər? Hicri 125-ci ildə vəfat etmiş Zuhri Rahiməhullah deyir ki, biz deyirdik ki, İslam iqrar ilə, iman isə əməl ilədir. İman söz və əməldir. Bu ikisi bir-birindən ayrılmaz, biri də ancaq digəri ilə birlikdə fayda verər. Həmçinin İmam Əvzai deyir ki, iman ancaq sözlə istiqamət tapar. Söz də ancaq əməl ilə istiqamət tapar. İman, söz və əməl də ancaq niyyət və sünnətə uyğunluqla istiqamət tapar. Bizdən əvvəl gəlib keçən sələfimiz iman ilə əməli bir-birindən ayırmırdı. Əməl imandandır, iman da əməldəndir. Bu halda kim dili ilə iman edər, qəlbi ilə bilər və bunu əməli ilə təsdiq edərsə, məhz bu qopmaq bilməyən sapasağlam qulpdur. Kim də dili ilə söyləməsə, qəlbi ilə bilməsə və əməli ilə də təsdiq etməsə, imanı ondan qəbul edilməz. Axirətdə də xüsrana uğrayanlardan olar. Və digər bir böyük alim, Hicri 161-ci ildə vəfat etmiş Sufyan əs-Savri Rahiməhullah deyir ki, əhl-i sünnət deyir ki, imansız əməl, əməlsiz də iman keçərli olmaz. Eyni sözlər Vaki bin Əl-Cərrah, Sufyan bin Uyeynə, Əbu Übeyd Əl-Qasim bin Səllam, İmam Buxari, Hərb Əl-Kirməni, İmam Əl-Əcuri, İbn Battə və əhl-i sünnətin etiqadında olan bütün alimlər imanın söz və əməl olduğunu demiş və kimləri də buna niyyəti əlavə etmiş, kimləri sözlərinə sünnətə ittibanı əlavə etmişlər. Səhabədən bugünə dini eyni mənbədən alan, yəni Muhammed sallallahu aleyhi və səlləmin gətirdiyi dinə tabi olanların sözlərinə nəzər salsan, sanki hamısını eyni insanın dediyini zənn eləyərsən. Çünki bu sözlərin hamısı eyni mənbədəndir. 7 qat ərşin üzərindən Muhammed sallallahu aleyhi və səlləmə, ondan səhabəyə, sonra tabiinə, sonra ətbə-u tabiinə, sonra da qiyamət gününə qədər bu yoldan sağa sola sapmadan, başqa görüşlər qatmadan xeyir üzərə onlara tabi olanlara miras olaraq ötürülmüşdür. İmam Şafi Rahiməllahın da dediyi kimi, səhabənin, tabiinin və onlardan sonra gələnlərin və gördüyümüz kimsələrin icması budur ki, onlar iman, söz, əməl və niyyətdir. Bu üçündən biri ancaq digəri ilə fayda verir deyirdilər. Burada İmam Şafi Rahiməhullah icmanı nəql edir. O icma ki, səhabənin icmasıdır. O icma ki, tabiinin və onlardan sonra gələn bütün əhl-i sünnətin icmasıdır. Həmçinin İmam Əhmədin və İmam Malikin etiqadı da imanın söz və əməl olduğudur. Onların kitablarına baxan bunu orada açıq-aşkar şəkildə görəcəkdir. Bu adlarını zikr etdiyim kişilər hər birisi yaşadığı dövrün böyük alimləri və sözlərinə etibar edilən etibarlı və salih kişilər olublar. Öz zamanlarında və özlərindən sonraki zamanlarda da heç kəsin onların ziddinə dedikləri sözlər onların sözlərinin üstündə və onların sözlərindən üstün olmamışdır. Əhl-i sünnətin minhəci də məhz budur. Deməli, dərsi hər nə qədər qısa etməyə çalışsam da gördüyünüz kimi çox da qısa etmək alınmır. Və son olaraq da bildirmək istəyirəm ki, əgər kimsə desə ki, bu danışdığın şeylər onsuz da bildiyimiz şeylərdir, bunlara nə ehtiyac var?
Bil ki, bunları açıqlamağımın əsas səbəblərindən birisi həm yeni öyrənənlərə imanın nə olduğunu öyrətmək, həm də əhl-i sünnətin bu sözlərini dilə gətirib, sanki bu etiqadı qəbul ediblərmiş kimi görünən, lakin tətbiqatlarında, dəvətlərində tam bunun əksini yaşayıb, tam bunun əksinə dəvət edənlərin söz oyunlarını inşallah ki, bu vasitə ilə ifşa edəcəyik. Və sizlər də Allahın izni ilə buna şahid olacaqsınız. Allah Azə və Cəllə çıxdığımız bu yolda bizləri ixlaslı olanlardan etsin və niyyətləndiyimiz xeyirlərdə Allah Azə və Cəllə bizləri müvəffəq eləsin. Allahdan diləyirəm ki, Allah bu xütbələri, bu vaazları dinləyənləri, hansılar ki, onlar səmimidirlər, Allah Azə və Cəllə onları haqq yola isabət etdirsin. Allah onları dində bizim qardaşlarımız etsin, saflarımızı onlarla möhkəmləndirsin. Allah Azə və Cəllə yaşadığımız diyarların əhalisinə hidayət etsin. Subhanəkə Allahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və tubu ileyk.